Salam uşaqları, gəlin bugün güvən nəşrlərində çevrə üzrə bərabər sürətli hərəkətə yol, yer dəyişmə və sürət dəyişməsinə aid suallarımıza baxaq. Başlayaq elə test A-dakı birinci sualımızdan. Nə deyir bizim üçün? Deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cismin xətti sürəti 0,4 metr bölü saniyədir. Onun 5 saniyə ərzində getdiyi yolu hesablayın. Uşaqlar, gördüyünüz kimi bizə sürəti verib, zamanı verib. Əlbəttə ki, yolun düsturu nədir? L bərabər idi VT. İndi sürəti vermişdi 0,4. Zaman 5 idi. Onda deməli gedilən yol nə qədər imiş? 2 metr. Onu da bizə Y variantında qeyd edib. Keçək indi baxaq ikinci sualımıza. İkinci sualda deyir ki, maddi nöqtə çevrə üzrə modulca sabit V sürəti ilə hərəkət edir. Periodun 2də 1 hissəsini keçən anda maddi nöqtənin sürət dəyişməsinin modulu nə qədər olar? Uşaqlar, periodun yarısında biz bilirik ki, sürət dəyişməmiz nəyə bərabərdir? 2V-yə. Yer dəyişmə nəyə bərabərdir? 2R-ə. İmpuls dəyişməsi nəyə bərabərdir? 2P-yə. Yəni verilən qiymətin 2 mislinə bərabərdir. Əlbəttə ki, ona görə cavabımız ikinci sualda nə olacaq? B variantı. İndi gəlin keçək baxaq üçüncü sualımıza. Üçüncü sualda deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cismin sürət dəyişməsinin modulu kökdə 2V olması üçün yer dəyişməsinin modulu nə qədər olmalı uşaqlar? Kökdə 2V çevrənin hansı anında müşahidə olunurdu? Periodun hansı hissəsində daha doğrusu müşahidə olunurdu? Ya 4də 1-də ya da 4də 3-də. İkisindən biri idi və bu iki zaman anında da yer dəyişmə R kökdə 2-yə bərabərdir. Yəni sürət kökdə 2V qiymətini alırsa, əlbəttə ki, həmin zamana uyğun anda yer dəyişmə də eyni qiymətini alacaq. Kökdə 2R. O da hansı variantda qeyd olunub bizim üçün? Yenə A variantında qeyd olunub. Keçək indi baxaq dördüncü sualımıza. 4-də nə deyir bizim üçün? Deyir ki, maddi nöqtə verilmiş radiuslu çevrə üzrə 8 saniyə periodla bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddətdə maddi nöqtənin yer dəyişməyə görə orta sürəti 20 metr bölü saniyə olarsa, çevrənin radiusunu hesablayın. İndi gördüyünüz kimi bizə nə deyir? Baxın məsələnin şərtində. Periodun yarısına bərabər müddətdə. Onda yazırıq. T bərabərdir T böl 2. Periodun yarısına bərabər müddətdə gəlin hesablayaq. İndi yəni bizə verilən zaman neçəymiş? Period 8 idisə böl 2, onda neçədir? 4 saniyə. Məndən istədiyi 4 saniyədə yer dəyişməyə görə orta sürəti verib radiusu tapmaqdır. İndi periodun yarısında yer dəyişməyə görə orta sürətin gəlin düsturunu çıxaraq. Ümumiyyətlə, yer dəyişməyə görə orta sürət nədir? S ümumi bölünsün T ümumi. Əgər söhbət periodun yarısına bərabər müddətdən gedirsə, yaxud periodun yarısından söhbət gedirsə, axı biz dedik, yer dəyişməmiz 2R-dir, sürət dəyişməmiz 2V-dir, impuls dəyişməsi desə 2P-dir. Yəni, yer dəyişmənin yerinə gətirib nə əvəzləyirəm? 2R. Zamanımız isə öz yerində qalsın, işimiz yoxdur. İndi buradan deməli gətirib bütün qiymətləri yerinə qoyaq. Dedik, sürəti verib məsələnin şərtini neçə? 20 santim bölü saniyə. Cavabı santimla istədiyi üçün çevirməyin. Elə olduğu kimi qalsın. 20 bərabərdir. 2 vurulsun. Radius naməlumdur. Onu tapmalıyam. Periodun yarısına bərabər müddəti özümüz hesabladıq. Tapdıq neçə? 4. Onda buradan 2R bərabər olacaq 80-ə. R də bərabər oldu nəyə? 40 santima. Elə cavab nəymiş onda? A variantı. İndi keçək baxaq. Deməli uşaqlar, gəlir bizim 5-ci sualımız. 5-ci sualda nə deyir bizim üçün? Deyir ki, radiusu 10 desimetr olan çevrə üzrə hərəkət edən maddi nöqtənin dönmə bucağı fi bərabərdir 3D qanunu ilə dəyişir. 2 saniyə müddətində maddi nöqtənin qət etdiyi yolu hesablayın. İndi sual burada yaranır ki, baxın uşaqlar. Fi bərabərdir 3D. Bu 3 nəyin qiymətidir? Bax, mən bunu bilməliyəm. Ondan sonra artıq yoldan da bağlı bir ifadəni tapa bilərik. Deməli, biz bilirik ki, fi'nin, t'nin birgə iştirak etdiyi hansı düstur var idi? Omega bərabər idi, fi böl t düsturu idi. Və buradan da fi bərabərdir. Tapanda olacaq nə? Omega t. Deməli, gördüyünüz kimi elə omeganın yerində duran nə imiş? 3 imiş. Yəni, omegamız nəyə bərabərdir? 3 radian bölünsün saniyə. Daha sonra məsələnin şərtində verilənlərə baxaq. Zamanı verib bizə 2 saniyə, həmçinin bir digər tərəfdən bizə veribdir radiusu. İndi yolun düsturunu uşaqlar, əgər zaman varsa, L bərabərdir VT-dən hesablamaqla, daha doğrusu qiymətini VT-dən hesablamaqla tapa bilərik. Onda zaman məlumdur 2 saniyə. L-i tapmalıyam, məqsəd odur. Gəlin birinci naməlum V-ni tapaq ki, daha sonra gətirib yerinə qoya bilək. V-ni də hardan tapıram? Görürük ki, bizə omeganı verib, R-i verib. Əlbəttə ki, V bərabərdir omega R düsturundan istifadə etməklə rahatlıqla qiyməti gətirib çıxara bilərik. Omega 3 idi, radiusu verib 10 destim. 10 destimimiz də neçədir uşaqlar buradan tapanda? Əlbəttə ki, 10 destimimiz 1 metrdir.
Deməli 1 metr. Onda sürət nəymiş? 3 metr böl saniyə. Gətirib indi yerinə qoyub hesablayaq. Sürətimiz 3'dür. Zamanı verib 2 saniyə. Onda getdiyim yol nə qədər imiş? 6 metr. O da bizə hansı variantda qeyd olunub? A variantında qeyd olunub. İndi gəlin keçək baxaq 6-cı sualımıza. 6'da nə deyir bizə? Deyir ki, saatın saat əqrəbinin uzunluğu 20 santimdir. 6 saat ərzində bu əqrəbin uc nöqtəsinin cızdığı qövsün uzunluğunu metr ilə hesablayın. İndi gördüyüm kimi baxıram ki, söhbət nədən gedir? Saatın saat əqrəbindən. Və bizə nə deyir? 6 saat ərzində əqrəbin uc nöqtəsinin cızdığı qövsün uzunluğunu hesablayın. Birincisi uşaqlar, saatın saat əqrəbinin dövr etmə periodu nəyə bərabər idi? 12 saata. Mən nə qədər müddətdir hərəkətdəymişəm? 6 saat. Onda n bərabərdir t böl t düsturundan istifadə etməklə gəlin burada görək, əqrəb çevrənin hansı hissəsindədir? 6 bölünsün 12, deməli əqrəb çevrənin 2də birindədir, yəni çevrənin yarısını dövr edib. İndi bu zaman gedilən yol dedik ki, çevrənin yarısı nəyə bərabərdir? P-yə niyə görə? İstənilən artıq bax uşaqlar, dövrdən söhbət gedəndə, həmçinin periodu versə fərqi yoxdur, eyni şeydir onsuz da. Belə qiymətlər verirsə, siz həmişə bu qiymətləri gətirib 2P-yə vurub yolu tapa bilərsiniz. Deməli, biz tapdıq ki, nə qədər dövr edib? 2də 1. Bir tam dövr nə qədərdir? 2P. 2də 1-i 2P-yə vuranda eləyəcək neçə P? Əlbəttə ki, özünüz şifahi də gedə bilərsiniz. Bütöv çevrənin uzunluğu 2P-dirsə, 2də 1 nə deməkdir? Çevrənin yarısını dövr etmək. Çevrənin yarısında gedilən yol nə olacaq? Təbii ki, P olacaq. İndi gətirib qiymətlərimizi yerinə qoyaq. Deməli, L bərabərdir, P tapdım. P-miz 3'dür, özü mötərəzədə qeyd edib. Radiusu verib neçə? 20 santim. İndi metrdən istəyir cavabı. Ona görə 20 santimetrə çevrəndə eləyəcək 0,2. Tapdıq ki, onda yolumuz nəyə bərabər imiş elə? 0,6 metrə bərabər imiş. Bu da açıq sualdır, elə cavabımız bu şəkildə də qeyd edirik qalır. Keçək indi baxaq 7-ci sualımıza. 7-də nə deyir bizim üçün? Deyir ki, radiusu 1 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periodu 4 saniyədir. Cisim A nöqtəsindən B nöqtəsinə gələnə qədər yer dəyişməyə görə orta sürəti metr böl saniyə ilə hesablayın. İndi biz dedik ki, yer dəyişməyə görə orta sürət nədir? Ümumi icra etdiyim yer dəyişmənin bu yer dəyişməyə sərf olunan zamana nisbəti idi. İndi uşaqlar, baxırıq ki, A-dan B-yə gəlmək, diqqət edin. A-dan B-yə gəlmək nəymiş? Çevrənin yarısı. Çevrənin yarısında yer dəyişmə nəyə bərabər idi? 2-yə. Bir digər tərəfdən A-dan B-yə gələnə qədər sərf etdiyim zamanı da tapaq. Deməli, bizə deyir ki, periodu 4 saniyədir. Yəni, A-dan A-ya gəlmək üçün sərf etdiyim zaman nəymiş? 4 saniyə. Yəni, burada gördüyünüz kimi, onda hər bir hissənin payına düşən nəymiş? 1 saniyə. Onda A-dan B-yə gəlmək üçün təbii ki, nə olacaq? 2 dənə əgər hissə getmişəmsə 2 saniyə olacaq. Onda T-imi də oldu 2. İndi uşaqlar getdi, qaldı elə R. R-i də bizə gördüyünüz kimi neçə verib? 1 metr. Gətirib onu da yerinə qoyaq. Elə bizim sürətimiz nəyə bərabər imiş? 1 metr böl saniyəyə bərabər imiş. Cavab da elə bu olacaq. 1 metr böl saniyə. Keçək indi baxaq, gəlir bizim deməli test B, yəni B variantındakı suallarımız. Başlayaq elə yenə birinci sualımızdan. Birinci sualda nə deyir bizə? Deyir ki, maddi nöqtə çevrə üzrə 12 metr böl saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddətdə maddi nöqtənin yer dəyişməyə görə orta sürətini hesablayın. İndi uşaqlar, deməli, yer dəyişməyə görə dedik, orta sürət nədir? V orta bərabərdir. S ümumi bölünsün T ümumi. Yenə məsələnin şərtində nə qeyd edib bizə? Periodun yarısına bərabər müddətdə yer dəyişməyə görə orta sürəti hesabla. İndi periodun yarısına bərabər müddətdə yer dəyişməmiz nə idi? 2R idi. Zaman isə öz yerində qalsın. İndi belə bir sual yaranır ki, əgər yer dəyişməyə görə orta sürəti məndən soruşursa, onda bu verdiyi sürət nəyin qiyməti imiş? Əlbəttə ki, yola görə sürətin qiyməti imişdir uşaqlar. Çünki bir yer dəyişmə anlayışımız var, bir də yola görə sürət anlayışımız var. Təbii ki, verilən bu 12 metr böl saniyə yola görə sürətin qiyməti imiş. Onda dərhal buradan keçid eləyək yola görə orta sürət anlayışına. Olacaq L ümumi bölünsün T ümumi. İndi uşaqlar, yola görə orta sürətdən danışıramsa, çevrənin yarısından özü söhbət gedir. Çünki periodun yarısına bərabər müddət nə deməkdir? Çevrənin yarısı. İndi çevrənin yarısında bəs yaxşı. Mənim qət etdiyim yol nə idi? Dedik, ümumi 2 P-dirsə, çevrənin yarısında olacaq nə? P, zaman isə öz yerində naməlumdur, bilmirik. İndi yola görə orta sürəti vermişdi 12. 12 bərabərdir. P-ni də mötərəzədə qiymətini verib neçə? 3. Deməli, 12 bərabərdir 3R bölünsün T-yə. Onda 12T bərabərdir 3R.
Hər tərəfi də 3-ə böləndə r bərabərdir nə aldıq? 4t. İndi gətirib baxın elə burada yerinə qoyaq. Deməli 2 vurulsun 4t bölünsün t. T'lər getdi. Elə bizim bunda yer dəyişməyə görə orta sürətimiz nəyə bərabər imiş? 8 metr böl saniyəyə bərabər imiş. Onu da bizə A variantında qeyd edib. İndi keçək baxaq ikinci sualımıza. 2-də nə deyir bizim üçün? Deyir ki, maddi nöqtə çevrə üzrə bərabər sürətli hərəkəti neçə dərəcə dönməlidir ki, getdiyi yol ilə yer dəyişmə arasındakı fərq maksimum olsun. İndi uşaqlar, getdiyi yol ilə yer dəyişmə arasındakı fərqin maksimum olduğu an, təbii ki, artıq burada neçə dərəcədə müşahidə olunacaq? Bir tam dövrdür. Bir tam dövrdə neçə dərəcədir? 360 dərəcə. Niyə görə? Bir tam dövrdə yer dəyişməmiz 0-dır. Yol isə ən maksimum qiymətini 2 pi yeri alır. Əlbəttə ki, bunlar arasındakı maksimum fərq də elə təbii ki, birinin minimum, digərinin maksimum olduğu hal. Bu da hansı yenə qeyd edirəm? Qiymətdə müşahidə olunur. 360 dərəcədə müşahidə olunur. Keçək baxaq deməli 3-cü sualımıza. 3-də nə deyir bizə? Deyir ki, 4 metr radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin periodun 1/4-ə bərabər zaman müddətində getdiyi yolu hesablayın. Uşaqlar dedik ki, istənilən zaman anında yolu hesablamağı bizdən soruşursa, verilən zamanı gətirib 2 pi-yə vurursunuz, onunla da hesablayırıq. İndi gördüyünüz kimi bizdən nə istəyir? 4/1-dir. 4/1 vurulsun 2 pi-yer, 2-lər ixtisar gedəcək, qaldı pi-yer bölünsün 2, pi-ni verib mötərəzədə 3, radiusumuz neçə idi? 4 metr bölünsün 2, onda təbii ki, elə nəyə bərabər imiş 4/1-də bizim getdiyimiz yol 6 metrə. Yəni cavab nə olacaq elə? A variantı. Keçək indi baxaq, deməli uşaqlar, gəlir bizim burada hansı sualımız? 4-cü sualımız. 4-cü sualda nə qeyd edir? Deyir ki, saatın saniyə əqrəbinin uzunluğu 20 santimdir. 30 saniyə ərzində bu əqrəbin uc nöqtəsinin yer dəyişməsini hesablayın. Söhbət saatın saniyə əqrəbindən gedir. Saatın saniyə əqrəbinin dövrətmə periodu nəyə bərabərdir? Əlbəttə ki, 1 dəqiqə yaxud da 60 saniyə. Mənə verilən zaman neçədir? Deməli, 30 saniyə. Onda gəlin baxaq görək, bizim əqrəbimiz nə qədər dövr edib? N bərabərdir, T böl T'dən istifadə edək. 30 bölünsün 60, deməli 2-də 1 dövr neyinibmiş? Edibmiş. İndi bu zaman məndən istədiyi nədir? Yer dəyişmə. Təbii ki, çevrənin yarısında 2-də 1 nə deməkdir? Çevrənin yarısı. Çevrənin yarısında yer dəyişmə nə idi? 2 yer idi. 2 vurulsun. Deməli, uzunluğu vermişik neçə? Uzunluq əlbəttə ki, əqrəbin uşaqlar uzunluğu nədir? Təbii ki, bizim radiusumuzdur. Bu sizin üçün çaşdırıcı nüans olmasın. Çünki baxın, bu bizim saatımızdır. Əqrəb də nədir? Mərkəzdən səthə kimi olan məsafədir, elə deyilmi? Biz də bilirik ki, çevrədə mərkəzdən səthə kimi olan məsafələr nə adlanır? Radius. Əlbəttə ki, burada uzunluq dedikdə elə nəzərdə tutduğu nədir? Radiusdur. Onda gətirib yazırıq. Radiusun da yerinə nə qoyuram? 20 santim. 2 vurulsun 20. Cavab nə olacaq elə? 40 santim. Cavabı gördüyünüz kimi santimdan istəyir. Ona görə çevirməyə ehtiyac yoxdur. O da oldu B variantı. Keçək indi baxaq uşaqlar 5-ci sualımıza. Görək 5-də nə deyir bizim üçün? Deməli 5-ci sualda qeyd edir ki, saatın dəqiqə əqrəbinin uzunluğu 10 santimdir. 30 dəqiqə ərzində bu əqrəbin uc nöqtəsinin cızdığı qövsün uzunluğunu hesablayın. İndi söhbət saatın dəqiqə əqrəbindən gedir. Onda yazırıq. T dəqiqə. Saatın dəqiqə əqrəbin dövrətmə periodu nə idi? 1 saat yaxud 60 dəqiqə. Bizə verilən zaman neçədir? Baxıram. Bizə verilən zaman isə baxırıq ki, uşaqlar 30 dəqiqədir. Yenə n bərabərdir T böl T düsturundan istifadə etməklə nə qədər dövr etdiyimizi tapaq. Deməli 30 bölünsün 60. Çevrənin 2-də 1-ini, yəni yarısını dövr etmişəm. Nə istəyir məndən baxaq görək burada? Deyir ki, uc nöqtəsindən cızdığı qövsün uzunluğunu, yəni yol. Uzunluq nədir? Artıq yol deməkdir də. L bərabərdir. Onda uşaqlar burada diqqət edirik artıq. Çevrənin yarısında bizim qət etdiyimiz məsafə nə idi? Pi-yer. 2 pi-yer bütöv idi. Çevrənin yarısı nə olacaq? Pi-yer. Deməli, pi-miz mötərəzədə qeyd edib 3-dür. Bir digər tərəfdən saatın dəqiqə əqrəbinin uzunluğunu verib 10 santim. 3 vurulsun 10. Deməli ilə nə imiş? 30 santim imiş cavabımız. O da hansı variantda verilib bizim üçün? A variantında qeyd olunub. Keçək indi deməli, gəlir bizim hansı sualımız? 6-cı sualımız. 6-da nə qeyd edir uşaqlar? Deyir ki, saatın saniyə və dəqiqə əqrəblərinin uzunluqları eynidir. 3 saat ərzində saniyə əqrəbinin getdiyi yol dəqiqə əqrəbinin getdiyi yoldan neçə dəfə çoxdur? İndi uşaqlar, baxaq burada nəyə?
Deməli, bizə qeyd edir ki, 3 saat ərzində saniyə əqrəbinin getdiyi yol dəqiqə əqrəbinin getdiyi yoldan neçə dəfə çoxdur? Gəlin görək 3 saat ərzində saniyə əqrəbi nə qədər dövr edib, daha sonra 3 saat ərzində dəqiqə əqrəbi nə qədər dövr edib, ondan sonra yolları tapıb müqayisə edə bilərəm. Deməli, gəlin buradan tapaq. Birinci saniyə əqrəbinə görə baxaq. Saatın saniyə əqrəbinin dövr etmə periodu nə qədərdir uşaqlar? Əlbəttə ki, 1 dəqiqə yaxud nə idi? 60 saniyədir. Elə gəlin 1 dəqiqə yazaq. Daha sonra bir digər tərəfdən ikinci nədən söhbət gedir? Dəqiqə əqrəbindən. Saatın dəqiqə əqrəbinin dövr etmə periodu nə idi? 1 saat, yəni 60 dəqiqə idi. İndi mənə verilən zaman nədir? Mənə verilən zaman 3 saatdır. 3 saatı dəqiqəyə çevirəndə əlbəttə ki, neçə eləyəcək? 180 dəqiqə. Burada da yenə eyni şey yazırıq. T bərabərdir 180 dəqiqə. İndi uşaqlar, M bərabərdir T böl T düsturundan istifadə edək. Deməli, 1 dəqiqə bölünsün 180 dəqiqə, daha doğrusu yerlərini səhv yazdım. Deməli, periodumuz dedik 1 dəqiqədir. Bizə verilən zaman isə 3 saat, yəni 180 dəqiqə idi. Baxdıq ki, onda saatın saniyə əqrəbi 180 dövr edibmiş. Buradan bunu müəyyən etdik. İndi keçək eyni şəkildə görək, saatın dəqiqə əqrəbi neçə dövr edib. N bərabərdir T bölünsün T. Deməli, bizə verilən zaman 180 dəqiqə idi. Saatın dəqiqə əqrəbinin dövr etmə periodu 60 dəqiqədir. Və buradan tapdıq ki, saatın dəqiqə əqrəbi 3 saat ərzində 3 dövr edibmiş. İndi bu 180 dövr, bu da 3 dövr. Məsələnin yeni davamını oxuyaq. Bizə deyir ki, indi 3 saat ərzində saniyə əqrəbinin getdiyi yol, dəqiqə əqrəbinin getdiyi yoldan neçə dəfə çoxdur? İndi buradan keçid edək yola. Necə keçid edirəm uşaqlar? Mən bilirəm ki, çevrədə yolun düsturu nədir? Bir rəqsdən, daha doğrusu bağışlayın, bir dövrdən söhbət gedəndə bizim çevrəmizdə gedilən yol 2 piyerdir. Bəs yaxşı, n sayda dövrdən söhbət gedəndə əlbəttə ki, yolun düsturu nədir? 2 piyer vurulsun n. İndi burada biz bilirik ki, uşaqlar, əlbəttə ki, məsələnin şərtdə qeyd edib ki, saatın saniyə və dəqiqə əqrəbin uzunluqları indi dedik. Axı, əqrəbin uzunluğu dedikdə nəzərdə tutduğu nədir? Radius. Çünki əqrəb mərkəzdən səthə kimi olan məsafədir. Mərkəzdən səthə kimi olan məsafə çevrədə, kürədə nədir? Radiusdur. İndi radiusları eyni qeyd edeyim. 2 yolsuz da ədəddir, işimiz yoxdur. Onda yolları fərqləndirən neymiş? Əlbəttə ki, dövrlərin sayı. İndi L saniyə bölünsün L dəqiqə bərabər olacaq n saniyə bölünsün n dəqiqəyə. İndi uşaqlar, saniyə əqrəbi nə qədər dövr etdi? Tapdıq 180. Dəqiqə əqrəbi nə qədər dövr etdi? 3. Onda buradan tapırıq ki, 60 və buradan indi onsuz da bizə deyir ki, saniyə dəqiqədən neçə dəfə çoxdur? Əlbəttə ki, saniyə dəqiqədən gördüyünüz kimi 60 dəfə çox imiş. O da hansı variantda qeyd olunub bizim üçün? C variantında qeyd olunub. İndi gəlin baxaq 7-ci sualımıza. Görək 7-də nə deyir bizim üçün uşaqlar? 7-də deyir ki, uzunluğu 1 santim olan dəqiqə əqrəbinin uc nöqtəsinin 1 saat 15 dəqiqə ərzində getdiyi yolun və yer dəyişməsinin modulunu hesablayın. İndi 1 saat 15 dəqiqə. Bunu ümumilikdə dəqiqəyə çevirin. 1 saatımız 60 dəqiqədir, 15 dəqiqədə verilib. Bizə verilən müddət nə imiş? 75 dəqiqə imiş. İndi məndən istədiyi nədir? Uzunluğu 1 santim olan dəqiqə əqrəbi. Söhbət dəqiqə əqrəbindən gedir. Saatın dəqiqə əqrəbinin dövr etmə periodu nəyə bərabər idi? Dedik ya 1 saatdır, yaxud da 60 dəqiqədir. Onda gəlin buradan biz əqrəbin nə qədər dövr etdiyini tapaq. N bərabərdir düstur nə idi? T bölünsün T, 75 bölünsün 60, 15'e ixtisar aparanda burada qalacaq deməli neçə? 4, burada da qalacaq deməli neçə? 5. Bunu da düzgün olan kəsrə çevirək, 1 tam 4də 1 oldu. İndi uşaqlar, bunu da necə yazıram? 1 plus 4də 1 şəklində yazaq. Bizdən istədiyi nədir? Getdiyi yol yer dəyişmənin, həm yolu hesablamalıyıq, həm də yer dəyişmənin. İndi 1 tam dövrdə yolumuz uşaqlar 2 piyerdir. Yer dəyişməmiz isə 1 tam dövrdə dedik 0-dır. 4də 1-də yolumuzu necə hesablayırıq? Gəlin bax, L bərabərdir. 2 piyer vurulsun, 4də 1-dən tapaq. Təbii ki, buradan 2'lər ixtisar gedəcək. Onda qaldı piyer bölünsün 2. Yazaq elə bax buradan. Piyer bölünsün 2. Daha sonra yer dəyişməmiz nə idi? R kökdə 2. 4də 1-də, 4də 3-də R kökdə 2-dir. 1 tam dövrdə 0-dır. 2də 1-də isə dedik ki, nədir artıq? 2də 1 nədir ümumiyyətlə? Yadınızda saxlayın. Çevrənin yarısı. Çevrənin yarısı da nədir? Diametr.
Diametr də nəyə bərabərdir? 2-yə. Buradan da yadınızda saxlaya bilərsiniz. Bir tam dövrdədir. Niyə görə 0-dır? Çünki başladığım nöqtə ilə qayıtdığım nöqtə eynidir. Və biz də demişdik ki, sonla başlanğıc eynidirsə, yer dəyişmə həmişə 0-dır. Sadəcə əzbər kimi 4-1-dən 4-3-ü yadınızda saxlaya bilərsiniz ki, burada nə olur? R kökdə olur. Əslində bu da əzbər deyil. Orada bir Pifaqor teoreminə gedirik. Ona görə gəlib 4-1, daha doğrusu R kökdə 2 nüansına çıxırıq. Sadəcə indi hər dəfə vaxtınız yoxdursa o şəkildə çıxarıb nəticə almağa yadınızda əzbər kimi saxlaya bilərsiniz ki, 4-1 və 4-3-də R kökdə olacaq. R kökdə 2 olacaq bizim cavabımız. İndi uşaqlar, gəlin buradan ümumi nəticəmizi çıxaraq da indi. Deməli, ümumi artıq bizim 1/4-də cəmliyik. Yol nədir? Skalyar kəmiyyət. Skalyar kəmiyyətlər həmişə necə tapılır? Cəmlənərək. Onda 1/4-də 2 pi 1/4-dən gəldi. 4-1-dən də pi bölü 2 gəldi. Yəni 0.5 pi-dir. 1/4-də artıq onda bizim ümumi getdiyimiz yol nəyə bərabər oldu? 2/5 pi-yə. Yazaq. Deməli, L bərabərdir 2/5 pi-yə. Pi-ni də qiymətini gətirib yerinə qoyum. Radiusun da qiymətini yerinə qoyum. 2/5 pi-miz 3-dür. Radiusu da məsələn şərtdə verib 1 santim. Onda buradan tapdıq ki, nəymiş? 7/5 santim yolumuz imiş. S isə dedik nədir? R kökdə 2. Çünki 1/4-də 0-dır, ancaq 4-1-in hesabına yer dəyişmə əldə etmişəm. Onda buradan da tapdıq ki, 1 vurulsun kökdə 2, yəni kökdə 2 santimdir. Deməli, yolumuz 7/5 santim. Yer dəyişməmiz də kökdə 2 santim. Onu harada verib bizim üçün? B variantında. Keçək indi gəlir bizim neçənci sualımız? 8-ci sualımız. Görək 8-də nə deyir bizə? İndi 8-də deyir ki, saatın saniyə əqrəbinin uzunluğu 20 santimdir. 1/5 dəqiqə ərzində bu əqrəbin uc nöqtəsinin yer dəyişməsini hesablayın. Santim ilə hesablayın. İndi uşaqlar, saniyə əqrəbindən söhbət gedir. Saatın saniyə əqrəbinin dövr etmə periodu nəyə bərabər idi? Biz bilirik ki, uşaqlar mütləq şəkildə 1 dəqiqədir dövr etmə periodumuz, onu da saniyə çevirəndə 60 saniyədir. İndi 1/5 dəqiqəni gəlin biz saniyə çevirək. 1 dəqiqəmiz 60 saniyə, 1/5 də nədir? Yarım dəqiqə, o da 30 saniyə. Ümumi bizə verilən zaman nəymiş? 90 saniyə. Yəni, n bərabərdir. T bölü T-dən istifadə edərək neçə dövr etdiyimizi tapaq. Deməli 90 bölünsün 60, 30-a ixtisar aparım 2, 3, onda nəymiş elə? 1/5 yaxud da 1/2-də 1 yazaq. İndi bunu da ayrılıqda yazaq ki, tam aydın şəkildə görə bilək. 1 plus 2-də 1. Məndən istədiyi nədir? Yer dəyişmə. 1 tam dövrdə yer dəyişmə dedik nədir? 0. Çevrənin yarısına yer dəyişmə nədir? 2 yer. Onda deməli ilə ümumi bizim yer dəyişməmiz nəymiş? 2 yeriymiş. 2 vurulsun. Eri də verib 20 santim. Onda eləyəcək 40 santim. Metrdən də istəsə 0,4 metr olacaq cavab. Amma gördüyünüz kimi santimlə istəyir. Elə cavab nədir? 40 santimdir. İndi gəlin baxaq, gəlir bizim 9-cu sualımız. 9-cu sualda nə deyir bizim üçün? Deyir ki, verilmiş radiuslu, çevrə üzrə bərabər sürətə hərəkət edən maddi nöqtənin periodun yarısına bərabər zaman müddətində yer dəyişməyə görə orta sürəti 6 metr bölü saniyə olarsa, onun xətti sürətini metr bölü saniyə ilə hesablayın. İndi bayaqkının tərsidir, bilmirəm, harada baxdıq, unutdum. Bayaq gördüyünüz kimi yola görə orta sürəti vermişdi, yer dəyişməyə görə orta sürəti soruşurdu. İndi yer dəyişməyə görə orta sürəti verib, yola görə orta sürəti biz tapmalıyıq. Yer dəyişməyə görə orta sürət nədir? Dedik, ümumi yer dəyişmənin ümumi zamanı nisbəti. Nə istəyir bizdən? Periodun yarısına bərabər müddətdə. Periodun yarısına bərabər müddətdə yer dəyişməmiz nə idi? 2 yerdə zaman naməlum qaldı öz yerində. İndi yer dəyişməyə görə orta sürət neçə idi? 6-dır. 6 bərabərdir 2 yer bölünsün t-yə. 2 yer bərabərdir 6t-yə. Buradan da tapdıq ki, erimiz nəyə bərabər imiş? 3t-yə. İndi yola görə orta sürəti soruşur, keçid edək. Deməli, V yol bərabərdir L ümumi bölünsün t ümumiyə. İndi çevrənin yarısında yolumuz nədir? Əlbəttə ki, pi yerdir. Zaman isə naməlum öz yerində qaldı. P'miz neçədir uşaqlar? 3-dür. Erimiz tapdıq 3t idi. Bölünsün deməli t'yə, t'lər ixtisar gedəcək. Onda cavab nəymiş elə? 9 metr bölünsün saniyəyə.